lazımdır. Bu kiçik yanda, yəni insan nəyi fikirləşməlidir? Bu mövzunu bitirim yox, amma o özünə vaxt qoymalıdır. Yəni mən bu vaxtla bu işimi görməliyəm. Deyək, 25 dəqiqə mən kitab oxuyacağam, 5 məsələ həll edəcəm, sonra 2 səhifə konspekt çıxaracağam. Yəni bu müxtəlifdir, yaşdan asılı olaraq. Və kiçik qələbələr burada onun həvəsini artıracaq. Mükafat sistemləri var. Bu mükafat sistemini quranda insan geri özünü aldatmasın ki, bax mən bu gün demişdim 5 səhifə edəcəm. Eybi yoxdur. Bu gün eləmədim, sabah eləyəcəm. Xeyr. Onu sabaha qoymamaq. Sən bu gün nəticəyə gəlməsən, sən onu sona qədər etməsən, sən hər dəfədə onu yarımçıq işini qoyacaqsan. Ona görə sən gərək özünə belə məqsəd qoyasan ki, gəl mən bu bir səhifəni oxuyum, bir səhifədən də başlamaq olar. Mən bu bir səhifəni oxuyum, gedim cizgi filminə baxım. Sonra mənim bu mövzum bitdi, mən musiqiyə qulaq asım, ya çay içim və o beyin nəticə görəndə o başlayır işləməyə. Başlayır işləməyə və bu insanın, bu şagirdin həvəsi yaranır. Sonra da ən vacib məsələ mühit. Mühiti dəyişmək. Yəni bu uşaq hansı bir otaqda məşğul olursa, onun öz yeri olmalıdır daim. Yəni bir gün mətbəxdə, bir gün böyük otaqda, xeyr. O bir yerdə bilməlidir ki, bura mənim iş yerimdir və o orada məşğul olmalıdır. Telefon o otaqdan çıxarılmalıdır. Niyə? Ona görə ki, o onu özünüz bilirsiniz ki, mane olacaq, imkan verməyəcək. Hər bir işıq yananda baxacaq ora uşaq. Sonra sakit masa, orada çoxlu əlvan, artıq əşyalar olmamalıdır ki, o da fikri dağılır. Və bu eyni yerdə o oxumalıdır, o biləcək ki, beynin o iş rejimi keçəcək burada və o mühit çox önəmlidir. Yəni ki, yanında oturub kimsə deyir, mən televizora baxacağam, sən burada dərsini elə. Ya kimsə oturub telefonla danışır, belə şeylər olmamalıdır. Bir də ki, oxumanı məcbur yox, maraq yaratmaqla. Yəni özü uşaq da çox maraqlanmalıdır və özü özünə sual verməlidir ki, bu necə işləyir? Elementar götürək, adi bir əşya, saatı götürək. Bu saat necə düzəlib? O saat necə yığılıb? Deyim ki, mən uşaq olarkən o cücəyə oxşayan saatlar var idi, zınqrov. Yəni mən bir gün dedim ki, mən bunu yəni özüm istəyirəm dağıdım, sonra yığacam. Və çox gülməli olmuşdu ki, mən onu ardıcıllıqla yığırdım masanın üstünə və hansı bir anda çox üzr istəyirəm, askırdım və stolun, masanın üstündəki bütün əşyalar qarışdı. Və axşam atam məndən soruşdu, sən bunu niyə elədin? Deyirəm ki, mənə maraqlı idi, mən bunu dağıdım və özüm yığım. Dedi ki, yığdın, əla. Yəni, burada danlanmadım. Amma yəni mən bildim ki, gələn dəfə bunu belə yox, başqa cür eləmək lazımdır. Ona görə insan, bu uşaqlarda bu təcrübədir. Uşaq nəyisə sındırmalıdır, nəyisə dağıtmalıdır. Düzdür, demirəm, elə uşaq var maşallah, nə dağıdır, nə sındırır, səliqəli işini görür. Amma eləsi də var ki, elementar stuldan durmaq istəyir, aləm uçulur, masanın üstündəkilər dağılır, hamısını çevirir. İndi bu temperamentdir, xasiyyətdir, vərdişdir, bunların hamısı bir-birinə bağlıdır. Ona görə uşaq özü özünə daim sual verməlidir ki, bunu mən oxusam, bu real həyatımda bunu mən deyək harda görmüşəm bu oxuduğumu, deyək hansı bir hekayə oxuyur. Sonra bu mövzunu həyatla bağlasın və onda maraq avtomatik yaranacaq. Və uşaq istəyəcək bilsin ki, bu necə olur həyatda. Hansı bir mövzu ilə adiyyatı yoxdur.
Sonra çox vaxt böyüklər ya müəllimlərdə də olur. Başlayırlar şagirdi başqası ilə müqayisə etmək. Yəni e, bunu heç kəslə müqayisə etmək. Ancaq onun özü ilə müqayisə edə bilərsiniz. Necə ki, yadındadır, sən keçən il bu işi eləmək istədin, alınmadı. Ya bu şeiri öyrənmək istədin, alınmadı. Vurma cədvəlini öyrənmək istədin, alınmadı. Amma bu il maşallah gör nə yaxşı sən bunu bacardın. Həm həvəsin var, həm də böyümüsən sən. Həm də ki başa düşürsən ki, bu sənə lazımdır. Bilirsiniz, tək uşağa əla deməklə onu tərifləmək lazım deyil. Onda ona o qanad verilməyəcək. Amma uşağa siz onun gəlib çatdığı məqsədi başa salanda, o uşaq anlayacaq ki, hə, mən doğrudan da mən onu bacarmırdım, bunu elədim. Ayaqqabının bağını bağlaya bilmirdin. Bu il artıq onu eləyirsən. Bax, belə bir şeylərlə uşağı motivasiya eləməyi ki, bax, bunları bacarırsan, deməli sən oxumağı da bacaracaqsan. Sən riyaziyyatı hesablamağı da bacaracaqsan. Amma sənin çalışman lazımdır. Nə qədər sən çalışsan, onda. İndi deyək, filankəs daha yaxşı oxuyur. Adətən bunu nənələr xoşlayır etmək, babalar xoşlayır etmək. Yəni bu motivasiyanı öldürür. Heç kəslə, nə bibi oğlu, nə qonşu qızla, heç kəslə müqayisə etməyin. Artıq öz evdəki bacısı, qardaşı ilədir. Hamısı müxtəlifdir. Hamısı fərdidir. Ona görə hər bir uşağa biz fərdi yanaşmalıyıq. Ona görə e, demək lazımdır ki, eybi yoxdur. Sən bugün bilmirsən, amma sabah onu biləcəksən. Sən dünən bunu da bilmirdin, amma artıq bugün sən bunu bilirsən. Deyim ki, bu yorğunluqla da bu həvəs bağlıdır. Uşaq pis yatırsa, gec yatırsa, e, çox təəssüf, bizdə Azərbaycanda uşaqlar, artıq biz müəllimlər görürük, uşaqlar çox gec yatır. Çox gec yatır. Yəni elə uşaq var deyir ki, anam 2-də getdi yatmağa, mən də getdim onda yatmağa. Uşaqlar ibtidai sinif yaşlarında, ondan kiçik yaşlarında, yəni ki 9-dan, 10-dan gec yatmamalıdır. Bilirsiniz, o vaxt ki, o zaman ki uşaq yatıb 9-la gecə 1 arası, 10-la 1 arası, bu uşaq inkişaf edir. Onun yaddaşı, diqqəti, o yuxudan beyni dincəlir gün ərzində nə olub. Yatmaqdan əvvəl o nə qorxulu kinolara, cizgi filmlərə baxmalıdır, ya telefonla oynamaq qəti olmaz. Yəni ki, o onun yuxusuna mane olacaq. Sonra tənbəllik deyəndə, tənbəllik deyək ki, uşaq yorğundur, yuxusuzdur, acdır. Bunlar başa düşüldü. Amma uşaq az hərəkət edirsə, yəni ki, o evdə elə ailələr var ki, uşağı havaya da çıxardmırlar da, deyək bu məktəbdən əvvəl, məktəbə qədər yaşı götürsək. Uşaq az hərəkət etdiyindən də o əzgin olur. Ona görə çalışmaq lazımdır ki, nə qədər uşaq pozitiv, aktiv olsa, o qədər onun həvəsi çox şey olacaq. Onlarsız motivasiya işləməyəcək. Uşaqları bir də məcburi dərsə cəlb etməmək. Nə evdə, nə məktəbdə onlarda maraq yaratmaqdır. Onlarda, yəni, amma deyim sizə ki, sinifdə olur ki, bir uşaq, iki uşaq oxumaq istəmir, şuluqluq salırsa, bu mənfi cəhətləri bütün uşaqlar yaxşı qəbul edir. Mən daim deyirəm ki, yaxşı cəhəti götürmək lazımdır. Amma çox təəssüf ki, mənfi cəhət tez götürülür. Dərs maraqlı keçmək üçün dərsi oyunlaşdırmaq lazımdır. Mən hələ ki ümumi danışıram. Yəni bu ibtidai sinifdən və biraz orta siniflərə aiddir. Dərsi oyunlaşdırmaq nə üçün? Uşaq üçün bu oyun özü motivasiyadır.
Deyim ki, lap 10-11-ci sinifində şagirdləri xoşlayır oyun olsun. Yəni hər yaşa uyğun, hər fənə uyğun bu oyunlar qurulur. Deyək, sual-cavab yarışı. Birinci sinifdə deyim, ikinci sinifdə də olur. Hansı bir nağılı keçəndə onu insenirovka eləyirsiniz. Yəni ki, o rolları bölüşdürürsüz. Hələ oxuduğunuz zaman təzə keçdiniz mövzunu və uşaqları deyirsiniz, sən bu olacaqsan, sən o olacaqsan və elə həvəslə oynayırlar. O turp nağılıdır. Sonra deyim sizə, qoğal nağılıdır. Çox xoşlayırlar. O qoğal kim olur? Elə yaxşı fırlanır ki, bu sinifin polunun üstündə. Yəni bu çox maraq yaradır uşaqlarda. Yuxarı sinifləri də sizə deyim ki, onlar hələ o dialoqlar olur. Onu rolla bölüşdürüb intonasiya ilə oxutdurmaq. Bir də görürsüz ki, elə rola girirlər ki, o uşaqda başqa bir həvəs yaradır və deyir ki, gəlin sabah da bunu edək. Bax, bunlar çox motivasiya yaradır. Ya da ki, deyim ki, siz deyirsiniz ki, sən gəl bu gün sən müəllim ol, sən bizim dərsimizi aparacaqsan. Onu da çox xoşlayır uşaqlar. Və onlara xal verəndə ulduzlar, stikerlər, sonra kart sistemi ilə bölüşürlər, kart sistemi ilə qaldırırlar. Bir üzündə ağdır, bir üzündə nəsə yazılıb. Yəni sən burada, orada nə yazılıb, dərsə uyğun, sən onu etməlisən. Oxuyub və onları edirlər. Bir də dərsi həyatla bağlamaq lazımdır. Deyək ki, uşaq daim soruşur, bu mənə niyə lazımdır? Deyək ki, riyaziyyat. Riyaziyyat sənə niyə lazımdır? Sən bax, mağazaya getdin. Adi gedəcəksən çörək almağa. Sənə veriblər pul. Sənə evdə desələr də, bax sən bu qədər verəcəksən, sənə bu qədər qaytaracaqlar, sən onu unuda bilərsən. Amma sən yaxşı hesabı bilirsənsə, sən gəlirsən mağazaya və orada nə lazımdır seçim edirsən, bəlkə sənə kağızda yazıblar nə lazımdır. Sən onda yaxınlaşırsan, kassada pulunu ödəyirsən. Halbuki mən indi uşaqlara danışıram hər dəfədə ki, indi artıq başqa aparat da durub, sən gedib özün orada kartla ödəyə bilərsən. Özün vurursan aldığın ərzaqları, yeməkləri. Bax, bu da maraq yaradır. Sonra niyə bizə dil lazımdır? Niyə biz dili öyrənməliyik? Dil adətən bizə gündəlik danışmaqda lazımdır. Bir də ki, müxtəlif dilləri bilmək, o səyahət üçün çox gözəldir. Sonra biz şeirlər öyrənirik, mahnılara qulaq asırıq. O mahnıları öyrənmək üçün biz o dili azdan çoxdan bilməliyik. Bax, bunun üçün təbiəti bilən ətrafdakı gördüklərini o izah edə biləcək. Yəni bitkiləri ayıra biləcək, sonra gördüyü heyvanı ayıra biləcək. Yəni bunlar hamısı lazımdır. Təbiətdən başqa bu planetləri bilmək, uşaqlar bu mövzuları çox xoşlayır. Ev heyvanı, vəhşi heyvanlar, onlar bilməlidir fərqi nədir, oxşarı nədir, quşla balıq oxşayır, oxşamır. Yəni bax bunların hamısını uşağa az yaşlı vaxtdan danışmaq lazımdır, göstərmək lazımdır. Yəni böyüklər buna vaxt ayırmalıdır. Və deyim sizə ki, o lap kiçik yaşdan uşaqla hansı evdə çoxlu danışırlar, nağıl danışırlar, kitab oxuyurlar, o uşaqların həvəsi qalır və məktəbə gələndə onlar həvəslə də oxuyur məktəbdə. Və bu faydanı görən uşaq əlbəttə ki, dərsə həvəslə gələcək, oxuyacaq. Uşağı dərsin iştirakçısına çevirək. Necə? Deyim, bax, deyək ki, biz planetdən danışırıq, yer kürəsindən danışırıq. Bir uşaq gəlir, ortada dayanır, o olur günəş, o birisi uşaq olur yer kürəsi, bir də ay. Bu günəş dayanıb, parlayır, amma yanındakı yer kürəsi öz ətrafında fırlana-fırlana bu günəşin başına fırlanmalıdır. Ay da fırlana-fırlana bu yer kürəsinin başına fırlanır.
və bu oturduğu uşaqlara da maraq yaradır və bir iki uşaqla bunları əvəz edib belə bir oyun göstərəndə bu yer kürəsini keçəndə əlbəttə bu uşaq xoşlayacaq. Ya, indi sən bunu aç oxu. Orada nə yazmışdı? Mən elə bilirdim belə. Hərdən müəllim deyəndə ki, mən bəlkə düz bilmədim. Orada belə yazılmışdı. Yəni o oxusun. Bu uşaqla bu da oyundur və onda uşaq marağını göstərir və oxuyur. Sual vermək, onun fikrini soruşmağa. Yəni adətən böyüklər uşağın fikrini bilmək istəmir. Yəni sən hələ uşaqsan. Amma mən həmişə deyirəm ki, uşaqlardan biz də öyrənirik. Mən həmişə deyirəm ki, biz öz şagirdlərimizdən çox şey öyrənirik. Ona görə ki, zaman dəyişir. Hər bir sinif gələndə artıq hansı bir mühitdə biz işləyirik, böyüyürük, biz onu hiss etmirik. Amma uşaqlar inkişaf edir, zaman ətrafımız dəyişir və biz bu uşaqları görəndə hər birinci sinif deyək gələndə biz özümüz üçün bir aləm açırıq ki, zaman dəyişib, gör nələr olub. Əvvəl bu belə idi, indi belə olub. Yəni ki, bunlar çox bir böyük fərq görürük bunda. Uşaqlar çox sevir lövhəyə çıxmağa. Lövhəyə çağırıb, ya tək yox, ya cütlük olmalıdır, ya lövhəni bölürük də, baxırıq necə yer var. O lövhədə işləyəndə uşaq çox həvəslə işləyirlər. Və bir nəfər də çıxır, bu da müəllimdir. Qırmızı marker əlində və gəzir, baxır. Aha, sən bunu düz yazmamısan. Hə, sən özün fikirləş, səhvini düzəlt. Düzəltməsə, müəllim kömək edir. Yəni bu da bir oyundur. Bu yəni uşaq onda bir-birlərini bugün o idi müəllim, sabah başqası idi. Yəni ki, dəyişirlər yerlərini. Bir də uşaqlarla dəftərlərində yazıb bir-birinin dəftərini yoxlamaq, o da çox böyük həvəs yaradır. Yəni ki, onlar özlərinə onda inam yaranır onlarda. Yəni ki, bunu mən də bacarıram. Sual verəndə ki, müəllim olmaq asandır, deyirlər, yox, çətindir. Mən deyirəm ki, bilirsiniz, elə şeylər var ki, onu siz də bacaracaqsınız. Və bunu eləyəndə uşaq görür ki, bəli, dəftər yoxlamaq, test yoxlamaq olur da, kiçik yoxlamalar olanda onu elə keçirdirəm ki, kim kimlə oturub o cütlük bir-birinin yoxlamasını yoxlayırlar. Bu da uşaqlarda çox böyük həvəs yaradır. Deyirəm ki, çalışın, yaxşı yazın, bax yanındakı müəllim sənə sonra pis qiymət yazar. Özdə uşaqlar özünüz bilirsiniz ki, müəllim hardasa kiçik sinifdə bir bal artıq yazırsa, onlar yox, 2-dir, hələ 2-ni yazacaq. Bax, belə olur. Və uşaq özünü vacib hiss edəndə, yəni ki, bir də ki, öz mən hüquqlarımı bilirəm, öz qaydalarımı, qanunlarımı bilirəmsə, onu necə yerinə yetirim. Onda onlar çox aktiv də olur həyatda. Uşaqlara tənqidi yox, onlara təşviq etməklə, yəni təşviq edəndə ki, oy, sən yenə səhv etdin, bu uşağı ruhdan salır. Burada uşağa demək lazımdır ki, mənə elə gəlir ki, sən diqqətsiz oldun, get bir də bax. Bir də bax, gör orada səhv var ya yox. Və uşaq gedir, onda axtarır, tapır, tapmadısa, onda gəl birlikdə baxaq. Bax, bunu belə eləsəydin, belə eləsəydin. Yəni, bunu ardıcıllıqla elə gətirmək lazımdır ki, uşaq öz səhvini tapa bilsin. Tapa bilməyəndə onu göstərib demək lazımdır ki, bax, burada deməli sən hardasa nəyisə düz başa düşməmisən, ona görə gəl bir də mən sənə başa salım. Və bu yəni ki, uşağı nə ruhdan salır, nə də ki, uşağa bu da bir motivasiya olur. Bir də ki, uşağı qorxutmaqla yox. Uşaq qorxursa dərsə getməkdən, səhv etməkdən. O uşaq susacaq, o uşaq oxumayacaq. Bir də dəcəl uşaqlar deyim. Dəcəl uşaqlar, onları motivasiya eləmək başqa cürdür. Onları köməkçi kimi seçirik. Onlara biz deyirik ki, gəl sən bu işi görməyə elə gəlirsən, bunu hamıdan yaxşı bacararsan.
İndi isə get otur görüm sən bu necə bax kömək etdin mənə, əla. Amma görək sən gedib indi yazını necə yazacaqsan. Bax, onlar bir də görürsüz ki, bu üsul işləyir. Sonra bu qısa və dinamik hissələrdən biz danışsaq, deməli uşaqlar uzun müddət onlar diqqət saxlaya bilmir. Kiçik yaşlılardan da danışsaq. Yəni deyək ki, müəllim ibtidai sinifdə dərsi başa salırsa, bu dərs 10 dəqiqədən çox olmamalıdır. Ümumi 15 dəqiqə olmalıdır. Nə üçün? Yəni o artıq müəllim 10 dəqiqə tək danışmamalıdır. Orada arada pauzalar olmalıdır. Yəni bir məsələni ya bir üç cümləni deyəndə o pauza edib sual verməlidir. Qarşılıqlı ki, yəni görsün auditoriya, sinif qulaq asır ya yox. Və bununla bu deyirlər ki, yəni fikir dəyişməsi də keçir burada. Və uşaqlar bu 15 dəqiqə ərzində bu pauza ilə başa salıb cavab verməklə sonra o mövzu müzakirə edilir. Yəni sonra fəaliyyət göstərilir, onlar yazılarını yazırlar, ya oyun oynayırlar, şəkillər çəkirlər və sonda da refleksiya ilə uşaqların hansı bilikləri bu dərsdə aldılar, o müəyyən olur. Dərs zamanı hərəkət edəndə uşaqlar onda da pozitiv, nə qədər səs-küydə yaranmasa, yəni o da diqqəti bərpa edir. Yəni onlar monoton dərs keçməyi xoşlamır. Əlbəttə böyük insan da otursa monoton danışan bir tribunadan insana, təlimçiyə qulaq asanda əlbəttə bu da xoş gəlməz. Amma bu hərəkət edəndə, durub arada hansı bir pauza, qısa idman hərəkətləri edəndə bu artıq uşaq oturub yenidən həvəslə işini görür. Və şəxsi maraqlarını uşaqların bilmək lazımdır ki, hansı uşaq nəyi bacarır. Kim futbol oynamağı xoşlayır və bacarır, kim rəsm çəkməyi sevir, kim texnologiya fənnini deyək sevir, musiqi fənnini sevir, hansı bir təbiət, həyat bilgisini sevir. Yəni uşağın marağını hələ onun özünə də istifadə edəndə bu onda dərsə maraq yaradır. Müsbət münasibət qurmaq lazımdır uşaqlarla. Düzdür, elə hallar olur ki, uşağa o ton qaldırmaq biraz lazım olur. O da ki, elə hallar olur ki, görürsüz ki, sinifdə qarışıqlıqdır. O onda sinifi ələ almaq üçün ya sakit susub dayanıb baxırıq, ya da ki, demək olar ki, mən deyəsən hirslənəcəyəm bugün. Nəsə bugün siz heç dərsə həvəssiz gəlmişsiniz. Biz bugün deyəsən heç nə eləyib, heç nəyə nail ola bilməyəcəyik. Siz evə gedəcəksiniz, heç nə öyrənməmiş. Yəni o da onda uşağın diqqətini cəlb edir. Bir də uşaq müəllimini sevirsə, o dərsi də sevəcək. Uşaqlarla salamlaşanda sinifə daxil olurlar, dərs başlayanda gülümsəyərək bir-birimizə xoş gün arzulayırıq. Yəni ki, bugünkü günümüz gözəl əhval-ruhiyyə ilə keçəcək və biz pozitiv gəlmişik. Biz işləyəcəyikmi? İşləyəcəyik. Yaxşı işləyəcəyik. Biz nəsə öyrənib gedəcəyikmi bu gün evə? Bəli, öyrənəcəyik. Yəni bunlar hamısı istifadə olunmalıdır. Elə müəllimlər odulur ki, uşağın adını çağırmır. Düzdür. Bugün uşaqlar müəllimin adını çağırmır. Çox uşağın yadında müəllimin adı qalmır. Və müəllim dəfələrlə deyəndə ki, yəni mənim adım belədir. Sən adını bilirsən, bilirəm. Mən sənə necə müraciət edirəm? Qız, oğlan, şagird, deyir, yox, adımla. İndi sən necə fikirləşirsən? Sən mənim adımı desən, mənə xoş olar, olar. Yəni bunların hamısını demək lazımdır.
Bir də uşağı dinləmək lazımdır. Düzdür, elə olur ki, dərs zamanı uşaq mövzuya aid olmayan şeyi danışır. Yəni imkan varsa dinləmək çalışırıq. Amma görəndə ki, söhbəti çox uzundur, deyirəm ki, olar sən tənəffüsdə bunu danışasan. Yəni uşaq onda başa düşür ki, bəli, mənə dinləyəcəklər məni. Tənəffüsdə də başa salınır ki, bu mövzuya aid deyil idi. İndi gəl danış. Görüm sən nə danışmaq istəyirdin. Amma uşağı dinləmək lazımdır. Evdə valideynlər işdən yorğun gəlir, çox vaxtı uşaqları dinləmirlər. Düzdür, bu gün valideynlər başqa cür uşaqlara münasibət yetirir. Amma yenə də elə ailələr var ki, uşaq dinlənmir. Uşağın adını çəkəndə uşaq qorxur. Və valideynlərlə söhbət aparılır. Niyə bu uşağı mən adını çağıranda o diksinir? Nədən qorxur o? Mən qışqırmıram üstünə, mən sakit adını çağırıram. Yəni bu emosiyaları ilə, ailə vəziyyəti ilə əlaqədardır bunlar hamısı. Və bu e, uğuru görünən etmək lazımdır uşaqda. Uşağı lövhəyə daim çağırmaq lazımdır. Sonra uşaqlara prizlər verilir, kiçik diplomlar verilir. Uşaqlara deyək ki, bugünün fəalı ya yay tapşırığını yerinə yetirib, tətil tapşırığını, medallar vermək. Yəni bu uşaqlarda motivasiyanı artırır, həvəsi artırır və uşaq çalışır ki, yəni həvəslə oxusun. İndi mən yaş dövrünə görə də hazırlamışam. Yorulmamısınızsa mən qısaca bu yaş dövrlərinə də aid sizin üçün danışım ki, bu 3-6 yaş bu bağça dövrüdür. Burada həvəs nəyə yaranır? Yəni burada uşaq oyunlar oynamalıdır, musiqiyə qulaq asmalıdır, sonra motorika, əllə işləri çox olmalıdır, nağıllar dinləməlidir. Nağılları necə uşağa öyrətmək lazımdır? Yanında oturub kitabdan oxuyub şəkillər göstərmək, elə də ekrandan göstərmək. Sonra yəni ki, elə maraq yaratmaq. Bu kiçik yaşda uşaqları tez-tez tərifləmək lazımdır etmək. Yəni ki, bunlar təriflə onlarda motivasiya yaranır, həvəs yaranır. 6-9 yaşlı uşaqları götürsək, onların motivasiyası nədən yaranır? Onlar yenə necə təkrarlayım, ulduz stikerlərdən, qısa təpşırıqlardan onlar tez nəticə alırlar və o onları sevindirir. Yəni mən bacardım. 9-12 yaşlı uşaqlarda bu motivasiyanı necə yaratmaq, yəni o nədən yaranır? Burada maraq və rəqabət, yəni onu necə cəlb etməli? Yəni burada elə eləmək lazımdır ki, yəni burada müsbət nəticə olsun. Yəni yarışlarla, qrup işləri ilə, sonra bu niyə belədir, onların da biliklərini öyrənmək, sonra həyatla əlaqəni burada. Yəni burada nəyi bilmək lazımdır ki, oyundur, indiki texnologiya dövranıdır. Bunları necə bilirlər, tanıyırlar, hansı bir təcrübələri var və əlbəttə uşaq ki, kimə maraqlı deyil, o darıxıcı, o dərsdən uzaqlaşır və iştirak etmir. Yəni onları da nəzərə alıb, onları da dərsə cəlb etmək lazımdır. 12-15 yaşlı yeniyetmələrdən danışaq. Onlarda həvəs nədən yaranır? Yəni onların müstəqilliyini biz qəbul etməliyik. Yəni hə, sən böyük deyilsən, amma uşaq da deyilsən. Yəni ki, uşaq bilməlidir ki, biz ondan da məsləhət alırıq, onun da fikrini soruşuruq, yəni müzakirə etməliyik. Yəni bir də ki, ondan seçim də soruşmalıyıq ki, və tənqidi yox, dialoqla. Sən bunu necə fikirləşirsən, bunu necə seçmək olar? Və burada təzyiq, müqavimət göstərmək olmaz.
15-18 yaşlı uşaqlarda necə həvəs yaratmaq, onların gələcəyi üçün. Yəni sən gələcəyini necə düşünürsən? Bu sənin gələcək peşənlə əlaqədar olmalıdır. Sən hansı peşəni seçmək istəyirsən? Sonra real nümunələrdən, layihələrdən və o uşaq hiss etməlidir ki, siz onunla səmimi danışırsınız. Yəni artıq bu yaşda uşaqlar o yalandır, onu başa düşürlər, hiss edirlər və o uşağı yəni ciddi münasibətlə o uşaq biləcək ki, hə, bu mənə nə verəcək? Mən bu biliyi alsam, mən bu dərsi öyrənsəm, oxusam. 18 üstəgəl gənclər və böyüklər, yəni bunlarda həvəs nədən yaranır? Yəni fayda burada nədədir ki, bu praktiki tətbiq. Bunlar müzakirə və təcrübə paylaşımı, hörmət və məqsədə yönümlülük. Yəni bunlardan da soruşmaq lazımdır. Sən bu işi necə görərdin? Sən bu tapşırığı necə yerinə yetirərdin? Sən mən müəlliməm, düzdür, amma sən mənim yerimdə olsaydın, sən bunu necə edərdin? Yəni ki, bu mənasız burada motivasiya yaranmayacaq. O uşaq artıq gəncdir, böyükdür, o başa düşməlidir ki, bəli, burada mənim fikrim də rol oynayır və burada yəni mən dediyim nəsə olacaq. İndi burada qızıl qayda mən belə cədvəl qurmuşam. Yəni müəllim və valideyn şagirdə münasibəti və həvəsləndirmə yolları. Burada meyarlardır və müəllimlə valideyn münasibəti və motivasiyası. Yəni burada əsas məqsəd münasibət forması, motivasiya üsulu, səhvə münasibət necə yetirirlər, ünsiyyət tərzi, tələblər, nizam-intizam, həvəsləndirmə nümunəsi, uğurun qeyd olunması və uzun müddətli təsir. Və bunların hamısına biz baxsaq, müəllim tərəfdən istiqamət göstərmək, qaydalardır, sonra tələblərdir, yəni öyrətmədir. Bu müəllim tərəfindən münasibətdir. Valideyn tərəfdən biz desək, burada səmimiyyətdir, güvən yaratmaqdır, sonra nəzarət etməkdir və evdə qayğıkeşlik, yəni ki, o uşaqla maraqlanmaq və bunlar hamısı yəni bir-biri ilə əlaqədardır. Nəticədən danışsaq, burada müəllim yəni bilik yaradır və məsuliyyət yaradır. Valideyn isə güvən və dayaq yaradır. Ümumi nəticəyə biz gəlsək, deyərik ki, müəllim öyrənmə prosesini idarə edir. Valideyn isə emosional dayağı təmin edir. Və biz burada götürmək, yəni burada hər bir yaş uyğun, hər yaşa görədir, hər yaşa görə uyğun münasibətdir və bu davamlı motivasiya yaradır. Bu mənim bugünkü çıxışım idi. Mən diqqətinizə görə sizə çox minnətdaram. Burada mənim telefon nömrəm, e-mail akkauntum qeyd olunub. Suallarınızı chatda yaza da bilərsiniz, səsli verə də bilərsiniz. Çox sağ olun. Buyurun. Çox sağ olun. Siz də sağ olun Suğra xanım. Təşəkkür edirəm. Təşəkkür edirəm Nigar xanım.
Xanım, siz danışıqınız üçün təşəkkür edirəm. Əgər sual yoxsa yavaş-yavaş yekunlaşdıraq. Necə məsləhətdir? Mən də ona görə gözləyirəm ki, bəlkə kimsə sual verəcək, amma çatda da yoxdur və bəli, Xədicə xanım. Çox sağ olun. Mən də çox xoşbəxtəm ki, kiməsə fayda mənim çıxışımdan oldusa, buyurun. Samira xanım, buyurun sualınızı verə bilərsiniz. 6 yaşlı uşağa necə dərs həvəsləndirək? 6 yaşlı uşaq üçün onunla oyunla o özü oturub yazmaq istəmirsə, deməli o vaxta qədər onunla bəlkə heç bir oyun oynamamısınız. O uşaq bağçaya gedib ya kimsə ona baxıb, nənə ya dayıya baxıblar. Onda o uşağı məktəbə hazırlamaq üçün başlamalısınız oyunlardan. Lego yığmaqdan, şəkil çəkməkdən, puzzle yığmaqdan bunlar uşaqda həvəs yaradacaq. Sonra elementar deyim sizə ki, o plastilinlə fiqurlar düzəltmək, plastilin bir də görsə indi müxtəlif plastilinlər var. Yəni uşaq onu yesə də, yəni qorxulu deyil. Ən çox o yumşaq plastilinlər çox yaxşıdır, rahatdır. Ə, Və uşağı çalışmayın ki, birinci hərfləri, rəqəmləri yazdırasınız. Uşaq birinci öyrənsin qələmi, karandaşı əlində düz tutmaq. Ən vacib odur. Onu da başlayırsınız rəngləmədən. O rəngləyəndə siz orada xəttlər çəkirsiniz ki, sən sonra bu xəttin üstündən də keç. İndiki valideynlər istəyir hər şey tez olsun. Elə sən əlində magik bir çubuq var, o onu yəni sehirli tərpədəcək və uşaq hazırdır artıq. Siz özünüz bilirsiniz ki, siz özünüz daim öz üzərinizdə işləyə-işləyə hansı bir nəticəyə gəlib çatmısınız. Ona görə uşağı tələsdirmək olmaz. İndi məktəbə qədər hazırlıqda da uşaqları çalışırlar hərf yazmağa, rəqəm yazmağa öyrətsinlər. Uşaq gəlir birinci sinifdə ona maraqsız olur. Həm yazmağı bilmir, həm qələmi düz əlində tuta bilmir. Həm də axı mən eşitdim bunu hamısını məktəbə qədər. Mən yenə niyə bunu eşitməliyəm? Amma məktəbə qədər təbiətdən danışmalıdılar. Orada uşağa hərf yox, bu çubuqları çəkmək, sonra qələmi necə tutmaq, necə rəngləmək, bax bunları öyrənməlidir uşaq. Məktəbə o nə üçün gəlir? O məktəbə gəlir ki, hərfləri öyrənsin. Amma artıq uşağa belə. Yəni siz oyunla lap küçədə gedə-gedə uşaqdan soruşursan, bu nədir, bu kimdir, bunu kimə deyirlər, bunun rəngi nədir, bunun hərəkəti nədir? Uşağı 6 yaşa qədər çalışın danışmağa öyrədin. Bizdə uşaqların nitqi çox pisdir. Çox pisdir. Nadir halda olur ki, hansı bir uşaq gəlir. Azərbaycan dilində mükəmməl danışmır uşaq. Birinci ana dilini öyrətmək lazımdır uşağa. Uşaq ana dilində danışandan sonra başqa dillərdə də yaxşı danışacaq. Nə olsun o rus dilli məktəbə gedir. O ana dilində danışmalıdır. Sonra gəlir rus dilli məktəbə. Rus dilini də öyrənəcək, ingilis dilini də öyrənəcək. Musiqi varsa, musiqi də dildir. Onu da öyrənəcək. Amma öz dilində mükəmməl danışmırsa, o elə qırıq-qırıq da o başqa dillərdə danışacaq və çətinlik çəkəcək. Və onu çalışın. Yəni ki, bu dil hamısı musiqi dinləməklə əlaqədardır. Ona görə çalışın uşaqlara musiqi yandırın, musiqiyə qulaq assınlar. Uşaq vaxtından qısa şeirlər öyrədin. O yaddaşı da işlədir. Uşağın beyni inkişaf edir. Yəni belə şeylərlə. Xırda hansı bir qısa nağıl danışın, ya hansı bir cizgi filmə baxın, amma qısa olsun. Sən bunu mənə danış. Necə idi? Ya da ay mən gəlib baxa bilmədim. Danış mənə nə idi orada, nədən? Yəni maraqlanın. Siz maraq göstərdikcə o uşaqda həvəs yaranacaq. Burada nə yazılmışdı? Burada nəsə video gördüm. Ha, Axşamınız xeyir Sevinç müəllimə. axşamınız xeyir Aygül xanım.
Olarmı bir-iki cümlə ilə əlavə etmək və yaxud da xanımın dediyi suallara Buyurun, kommentlər ötürə bilərəmmi? buyurun, buyurun Deməli, Aygül xanım. bu yaş bilirik ki, ən çətin bir dövrdür. Həm Piaget nəzəriyyəsinə əsasən götürsə, özünə yönəlmə mərhələsi, eqoizm. Bu mərhələdə biz uşaqları tək başına qoyuruq. Bu da onlar üçün həqiqətən də çox çətinlik yaradır. Səbəb, Hmm, uşağın oynayan, ən çox hiperaktiv vaxtları da biz onu əlindən ala bilmərik. Oyununu əlindən alıb təhsili versə tez bezəcək, tez yorulacaq. düzdür. Bəli, siz düz vurğuladınız ki, aşağı sinifli, aşağı yaş qrupları, mən həmişə Piaget nəzəriyyəsini çox təsdiqləyirəm, həmişə də Bəli, vurğulayıram. Aşağı mərhələdə bilirik ki, idrak yoxdur. Toxunaraq öyrənir. Oyun əşyalara toxunsun. Dediyiniz kimi, Legonu yığsın, topla oynasın, yoldaşına qaçıb əl vursun, neçə yoldaşa vurdun? Yavaş, yavaş, yavaş yavaş sayma. Çünki 3 yaşa qədər söz limitimiz var axı. Nə qədər söz bilmək bəli, bazamız, uşağı öyrətmək. 6 yaş bizim özünə deməli yönəlmə mərhələsidir ki, eqoizm var. Bəzən fikir verici ki, valideynlər uşaq deyir ki, evdə mənim anam sənin anandan gözəldir. Mənim atam sənin atanın və yaxud da güclüdür. Düzü belə bir bəli, suallarla rastlaşırıq. Və bu eqoizm arası kəsilməsə, müəyyən bir yaş həddində bu artıq ifrat dərəcəsinə gəlib çıxarar və bu müəllimlərə qarşı da eqoizmli yaradacaq ki, mən dərsə qulaq asmıram, o müəllim mənə niyə dərs keçməlidir, nitqini başa düşmürəm, dilini başa düşmürəm. Bu tipli problemlərə gəlib çıxır. Ona görə 6 yaş aralığında bəli, oyunu qismən azaldaraq, amma yenə də rollu oyunlar verərək dərsə davam elətdirə bilərik. Məsələn, nağıllar, ilkin nağıllarla tanışdır. Artıq biz uşağın xarakterini fərdi yanaşaraq bilirik, düzdür? Xarakterinə görə rol veririk. Düz buyurursunuz. Nitqi zəifdir uşaqların. Səbəb nədir? Hekayə oxutmurlar. Birbaşa yazı, tapşırıq, misal, barmaqlar yorulur artıq hesablamaqda. Və bu da yavaş-yavaş üst qruplara gəlib çıxdıqda, yaş hədlərinə gəlib çıxdı, uşaqlarda nə edir? Oxuyub anlama mərhələsini azaldır. Bu da inanın, buraxılış imtahanlarında 75 bal səviyyəsində olan mətn test tapşırıqlarının nə dərəcədə uşaqların məhv dərəcəsində işləməsinə gətirib çıxartır. Ona görə siz çox gözəl izah etdiniz. Bəzi qayıtlarda götürdüm. Özüm, yəni həmişə deyirəm, müəllim bir müəllimdən daha götürümlü olmalıdır. əlbəttə. Həqiqətən də mən öyrənməyə açıq fikirli insanam və buradan da hər kəsə deyirəm ki, dinləsinlər. Çox gözəl təlimlərdir. Amma həqiqətən də, yəni dinləyib anlamaya, mətn test tapşırıqlarına, yuxarı yaş hədlərində, balacalarda oynayaraq, anasız tapşırıq edirsiniz evdə uşaqlarınızla. Qoyun qələmləri qarşısına, şəkil çəkin və yaxud da şeir öyrədirsiniz. Əl-qol hərəkətlərinizdən, mimiklərinizlə, üz jest və mimikalarınızdan dərsi başa salın. Məsələn, mən bir uşaq, sən bir ana barmağınla öyrədə-öyrədə ki, qoy o hissi keçirsin ki, artıq qarşısındakı mənəm uşaq, ana odur. Görə o ana olarsa hansı hissi keçirər? Bir növ deyək ki, rol yaradın uşaqda. Bəli, çox düz vurğulayırsınız həqiqətən də. Amma əziz valideynlər, mən də onu deyirəm. Hal-hazırda məktəbə qədər yaş dövrümüz, yaş prosesində aparılan təlim məni qane eləmir. Barmaqlar zəif, kimirçək şəklində olan barmaqlar artıq qələm tutub tapşırıqları uzun-uzadı verirlər uşaqlara. İnanın yorulur. 2-ci gün məktəbə uşaq dərsə getmək istəmir. Siz Bəli, valideynlər bu səbəbi, bu həvəsi yaradın. Həqiqətən də sizdən çox şey asılıdır. Təhsilimizin üç bucağının baş nöqtəsində müəllim dayanırsa, sağ küncündə sizsiz, sol küncündə uşaqlardır. Yəni biz üçümüz bərabər olsaq, inanın ki, mükəmməl nəticə əldə edə bilərik. Mən də sizə çox hmm, təşəkkür edirəm, çox Sevinc sağ müəllim. olun. Çox Minnətdaram. gözəlliklə sahibsiz, sakit, aramla, etap-etap başa saldınız, həqiqətən də. Məndən deyərəm ki, 10 ballıq sistem üzründəsiz. Həqiqətən də. Təşəkkür Çox edirəm. sağ olun. Çox sağ olun. Minnətdaram. Sağ Sağ olun. olun. Çox sağ olun. Bəli, hörmətli valideynlər, müəllimlər, sualınız varsa buyurun. Yoxdursa biz təlimimizi nəticələndirək. Səliqəsiz xətt, yenə də deyirəm, o hərfdən yox, orada şəkil çəkmək də o uşaqlar nöqtələrlə qoyub onları birləşmədən başlamaq lazımdır. Bizdə bir var ki pis xətt, bir də var ki yazmaq istəmir. O bir də bilirsiniz pis xətt o anadan gəlmə də olur insanda. Sonra böyüyəndə, istəyəndə düzəlir. Amma kiçik yaşlarda o uşağı demək olar ki incitməmək. Yəni ki hansı bir müddət buraxılıb, indi onun üzərində tətil zamanı, dərs zamanı yox. O uşağı bezdirəcək.
elə işləmək lazımdır. İstəsəniz, yəni telefonum var, müraciət edin, mən sizə yəni çalışmalar deyərəm, onları eləmək. Xədicə xanım, tamamlayaq təlimimizi. Bəli, Sevinç xanım, dəvətimizi qəbul edərək gəldiyiniz üçün təşəkkür edirik. Çıxışınız möhtəşəm idi. Minnətdarıq. Çox sağ Gecənin olun. səslərin də hər birinin iştirakı üçün təşəkkür edirik. Mən də Sağ olun. hamınıza təşəkkür edirəm. Sağ olun. Gecəniz xeyrə qalsın.